Stockton'un acımasız küçələrindən çıxıb UFC'nin ən real, ən qorxusuz simalarına çevrilməyi bacaran o qardaşlar. Nick və Nate Diaz döyüşü sadəcə idman yox, bir həyat tərzi kimi görürdü. Uşaqlıqları yoxsulluq içində dava etmədən yaşamağın mümkün olmadığı məhəllələrdə keçsə də, lakin içlərində sönməyən bir od var idi. Böyük qardaş Nick Diaz səssiz, aqressiv, öz dünyasında olan, amma nəyi qarşısına məqsəd qoydusa edən bir adamdır. Üzgüçülükdən qaçışa, jiu-jitsu məşqlərinə qədər həyatını tam bir intizam üzərində qurmuşdu. Strikeforce'dan UFC-yə uzanan yolunda iştirak etdiyi hər döyüş bir hadisəyə çevrilirdi. Anderson Silva, BJ Penn, Robbie Lawler kiminlə döyüşdüsə, ringə öz qaranlıq ruhunu daşımağı bacardı. Nick'in stilində heç vaxt şou olmadı. Yalnız həyatın acı gerçəkliyi. Oktagona hər girdiyində isə mesajı açıq idi. Mən varlanmağa yox, adam döyməyə gəlmişəm. Bu qardaşlar heç vaxt mediaya, şouya, parıltıya icazə vermir. Onlar MMA-in ən real üzü, sistemin kənarında qalan iki həqiqi döyüşçü kimi yaddaşlara ekk olundular. Onlar gerçək, dürüst, qorxusuz və küçə ruhunu heç vaxt unutmayan Stockton təmsilçiləridir.